Mərkəzdə kupçalı, əla təmirli həyət evi təqdim edirəm sizlərə. Evimizin yeri çox gözəl bir yerdir. Yəni 3 nömrəli məktəbin tam yaxınlığı, əsas yolla məsafəsi 100-150 metr. Təqdimata başladıq qonaq otağında. Qoşadaşla tikilib sənət kupçadır. Qonaq otağını görürsünüz, baxın belə bir gözəl, geniş qonaq otağı var. Bu hissədə evimizin kiçik bir həyəti var. Qarşısında da həyəti var. Bu hissədə belə bir kiçik həyətdir. Evimizin tam qarşısında həyəti var. Sonda həyətini təqdim edəcəm sizlərə. Metlaq olan hissələr isti döşəmədir. Baxın, metlaq hissələrdir. Solda mətbəximizdir. Mətbəxin pəncərəsi birbaşa həyətə baxır. Xırdalan şəhərində yerləşir. Xırdalan şəhərinin mərkəzindədir. Yəni mərkəzə çox yaxın bir ərazidədir. Bu evdən Təzə Bazar, Köhnə Bazara ayaqla bir 5-10 dəqiqəyə rahatlıqla getmək mümkündür. Burada yerləşir böyük yataq otağı. Belə bir gözəl, geniş, böyük yataq otağı. Pəncərəsinin qarşısı açıqdır, görürsünüz. Hava gəlir. Sənət kupçadır. Daha bir otağımız burada var. Belə bir gözəl, səliqəli otaq. Bu otağın da pəncərəsinin qarşısı açıq. Çox səliqəli təmir olunub. Qeyd edim ki, evimiz köhnə tikili evdir. Yəni oturuşmuş bir evdir. Yenidən restavrasiya olunub, təmir olunub. Mərkəzdə yerləşir, bir daha qeyd edirəm. Mehdi Hüseynzadə küçəsinə çox yaxın bir ərazidədir. 3 nömrəli məktəblə arası çox yaxındır. Xırdalan şəhərinin tam mərkəzinə yaxın bir ərazidə. İstilik sistemi, kombi sistemdir, hər biri çəkilib, hazır vəziyyətdə. Bu evi alıb dərhal köçüb yaşaya bilirsiniz. Belə bir gözəl, səliqəli həyət evimizdir. Dəyərli izləyicilər, 050 521 4188 nömrəsi ilə əlaqə saxlayırsınız. Bu və ya digər evlərimiz haqqında sizə məlumat verəcəm. Sizin də satışda əmlaklarınız, mülkləriniz varsa buyurub bizə müraciət edə bilərsiniz. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTok'dan izləyirsiniz. Gəlin keçək həyətimizə. Keçirik evimizin həyət hissəsinə. Evimiz yerdən kürsülüdür. Belə bir kiçicik həyət hissəsi var. Yəni rahatlıqla samovar falan qoya bilirsiniz həyətinə. Qoşadaşla tikilib. Baxın, fasad görünüşünü görürsünüz. Dəyərli izləyicilər, bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.